Digər bir misal ki, insanı rəhmət dairəsindən lənətə aparır. Müxalifət əhkamillah. Allahın əmrlərinə əks çıxmaq. Allahın əmrlərinə asi çıxmaq. Yəni, bu mövzularda yamağa yer yoxdur. Yamaq vurasan, məsələn, müəyyən adam Peyğəmbər zamanında yaşayanda, məsələn, Peyğəmbər əmr eləyir ki, o namaz qılanı ged öldür. Müəyyən adama Peyğəmbər əmr eləyir. Qalır belə ki, namaz qılır. Yəni, bu əməllə sən başa salırsan ki, Peyğəmbər qanmır, başa düşmür. Nəuzubillah. Günahsız insanın qətlinə Peyğəmbər nə edir? Göstəriş verir. Əgər sən iman gətirmisənsə ki, bu Rəsulullahdır, səma ilə bağlı olan, mələkut aləmi ilə bağlı olan bir adamdır. Yeryüzündə Allahın yeganə vasitəsidir. Allahın yeryüzündə ipidir. Əgər buna iman gətirmisənsə, niyə tərəddüd edirsən ki, axı o namaz qılır, ürəyim gəlmir mənim namaz qılanı öldürməyə. Elə öldürüblər namaz qılanları ki. Elə öldürüblər ki. Amma Peyğəmbər deyəndə gedir. Qayıdır gəlirdir ki, mən o səcdədə, rükuda gördüm, mən eləyənmərəm. Peyğəmbər başqa bir səhabəyə deyir ki, ged onu öldür. O da eyni bu səhabənin siyasətini istifadə edir ki, onu səcdə rükuda gördüm, öldürə bilmərəm. Yəni, sən özünə sual vermirsən ki, Peyğəmbər düz iş görür, səhv iş görür. Bu Peyğəmbərdirsə, bunun sözü ilə sən cihada gedib nə işlə məşğul olursan? Ölümə gedirsən ya dirimə gedirsən? Ölümə gedirsən də, canı verməyə hər zaman Allah yolunda hazırsan və düşmən canı almağa hər zaman nədir? Hazırsan. Yox, o kafirdir, bu namaz qılır axı. Üzü qibləyə dayanıb, Allahu Ekber namaz qılır. Peyğəmbər deyir, öldürüb. Belə biraz, hay. Deməli, iman söhbəti burada neynir? Titriyir, laxlayır. Həzrət Əli əleyhissalama Peyğəmbər əmr eləyir, ged onu öldür. Həzrət qılıncını götürür, gedir, qayıdır, gəlir ki, adam orada yoxdur. Adam orada yoxdur. Peyğəmbərin əmrinə asi olur. Peyğəmbərin səhabəsi göstəriş verir, ağır göstərişdir insanın qətli. Və yaxud Bəni Üməyyədən olan bir şəxsən haqqında Peyğəmbər qətl hökmü çıxardır ki, onun qanı halaldır. Harada gördünüz, öldürün. Çünki Peyğəmbərə, İslama o qədər zərbə vurub adam ki, heç şeytan onu qədər bu işi görməyib. Bu axtarışdadır adam. Bir müsəlman onu tapsa, Peyğəmbərin fətvası ilə onu qətlə yetirməlidir. Adam Bəni Üməyyədəndir, adı da filan kəsdir. Başqa bir səhabə Bəni Üməyyədən adamı əbasının altında gizlədir, qoyur cibinə həmən bu axtarışda olanı. Gətirir Peyğəmbərin yanına ki, ya Rəsulallah, mən buna zamin dururam. Peyğəmbər cavab vermir, üzünü çevirir o yana. Adam keçir bir yana. Ya Rəsulullah, mən buna zamin dururam. Yəni, bunu öldürməyin, mən pənah verirəm buna. Mənim pənahımdadır. Ay qardaş, ay səhabə, Peyğəmbər sənə əmr eləməyib ki, harada gördün onu öldür. Nə dirəşmirsən? Allah Rəsulü əmr eləyib ki, bu adam ölməlidir. Sən gətirmirsən ki, mən buna pənah verirəm. Peyğəmbərin əmrinə asidir ya itaət eləyir adam. Peyğəmbər yenə özünü çevirir bir yana.
Fırlanır, gəlir o yandan. Üçüncü dəfə ki, ya Rasulallah, mən buna pənah vermişəm. Mənim pənahımdadır. Mənim himayəmdədir. Peyğəmbər axırda bir madam ki, yəni mənim sözümə qulaq asan yoxdursa, o olsun belə. Pənah vermirsən, vermirsən. O səhih təsdiqin tapmış hadisələr deyə bunlar nağıl deyil. Və bu Bəni Üməyyədən olan səhabə ki, Peyğəmbərin əvvəlcə ümumi hökmü, harda tapdığınız adamı öldürün. Sonra Peyğəmbər üz döndərir, o yana gedir ki, bir nəfər durub öldürsün onu. Peyğəmbərə qulaq asan yox. Peyğəmbər əmr eləyir, əmrinə itaət eləyən yoxdur Mədinədə. İndi belə olanda nə olur? Deməli, Maidə surəsi 78-ci ayət. Lu'inə əllezîne kəfəru min Bəni İsrail. Bəni İsraildən olan küfr eləyən şəxslər Allahın lənətinə gəliblər. Yəni, bu fəqət Bəni İsrail üçün deyir, hamı üçündür. Ayənin mövzumuza aid olan hissəsi. Niyə Allahın lənətinə gəliblər? Allah səbəb açıqlayır. Zəlikə bimə asav və kənu yə'tədun. Onlar Allahın əmrinə asi olublar və həddlərini neyniyiblər? Aşıblar. Allah və Rəsulunun qoyduğu həddi neyniyiblər? Aşıblar. Allahın əmrinə asi olublar. Allahın əmrinə asi olmaq insanı rəhmət dairəsindən atır hara? Lənət dairəsinə. Peyğəmbər göstəriş verirsə ki, səcdədə olanı öldür, sən tərəddüd eləmədən o işi görməlisən. Peyğəmbər göstəriş verirsə, filan kəsin qanı məhdurdur, harada gördünüz onu öldürün, sən tərəddüd eləməməlisən. Peyğəmbərin fətvasını dəyişdirməməlisən. Peyğəmbər əmr verib, sən gəlib deyirsən ki, mən ona öz pənahımı vermişəm. Peyğəmbər və Allah pənah verməyən adama sən hansı haqla pənah verirsən? Deməli, hər bir şey, yamağın yeri yoxdur. O fikirləşdi ki, belə eləsə daha yaxşıdır. Yaxşı bir rizm var İslam dinində. Nə qədər istəyirsən, onu neynə bilirsən? Darta bilirsən. Sağa, sola, hər tərəfə dartmaq olur. Ki, ictihad elədi, fikirləşdi ki, belə daha yaxşıdır. Sən fikirləşmirsən ki, Peyğəmbərin fikri sənin fikrindən daha yaxşıdır. Sən fikirləşmirsən ki, Peyğəmbərdən səhih sənəd hədislər var. Peyğəmbərdən soruşurlar ki, ciddi və qeyri-ciddi halda, belə deyək, qəzəb, zarafat və məqsədli şəkildə sənin ağzından çıxan sözlər hansı hökmdədir? Peyğəmbər buyurur ki, mənim ağzımdan la yaxrucu illa haqq. Yalnız haqq çıxır ağzımdan. Qəzəb halında da, zarafat eləsə də, biri ilə məsələn sadə danışsa da, biri ilə sərt danışsa da, hər halda Peyğəmbər özü deyir ki, mən Rəsulullahın dilindən batil çıxmır. Nə çıxırsa, nədir? Haqq çıxır. Kifayət qədər hədis var. Peyğəmbərin dilindən qəzəb halında da belə nədir? Haqq çıxır. Səhabələr soruşub ki, ya Rəsulallah, indi olur da qəzəblənmirsən, deymirsən. Bəlkə sözü geri götürəsən ki, qəzəbli idim, dedim də, Peyğəmbər deyir, xeyr, mənim heç bir halımda batil dilimdən çıxmır. Nə çıxırsa nədir? Haqq çıxır. Deməli, Peyğəmbərin əmrinə əks çıxmaq və Peyğəmbərin əmrlərini
onu utandıraraq dəyişdirmək, bunlar Allah və Rəsulunun əmrinə asi olmaq deməkdir və dediyim kimi bu ayədəki Allah Teala Maidə surəsi 78-də buyurur: "Zəlikə bimə asav və kanu ya'tadun." Asi oldular, Allah və Rəsulunun qoyduğu həddləri aşdılar. Belə olan məqamda insan rəhmət dairəsindən çıxır, düşür hara? Lənət dairəsinə. Və sonuncu işarəni deyim, bunusa geniş izah eləyəcəm.